gəlsə ölərəm sənin xətrinə. Bu dünyadan gedərəm sənin xətrinə. Lazım gəlsə ölərəm sənin xətrinə. Bu dünyadan gedərəm sənin xətrinə. Aşiqinəm istəyirsən ölərəm. Tək sənin xətrinə, sənin xətrinə. Tək sənin xətrinə, sənin xətrinə. Tikilərəm köynək kimi əyninə. Tək sənin xətrinə, sənin xətrinə. Tək sənin xətrinə, sənin xətrinə. Lazım gəlsə ölərəm sənin xətrinə. Bu dünyadan gedərəm sənin xətrinə. Lazım gəlsə ölərəm sənin xətrinə. Bu dünyadan gedərəm sənin xətrinə. Lazım gəlsə ölərəm sənin xətrinə. Bu dünyadan gedərəm sənin xətrinə. Lazım gəlsə ölərəm sənin xətrinə. Bu dünyadan gedərəm sənin xətrinə. Xoş gəlmisiniz. Axşamınız xeyir olsun. Necəsən? Ramin, xoş gördük. O Axşamınız qədər xeyir olsun. gözəl görünürdünüz ki, gəlmək istəmədim. Dedim, ifanı sona qədər təqdim eləyin. Ondan sonra gələrəm. Axşamınız xeyir olsun, dəyərli izləyicilərimiz, dəyərli tamaşaçılarımız. Müqəddəs Ramazan ayının 3-cü gününü birlikdə yaşayırıq. Allah tutulan bütün oruçları qəbul etsin, duaları da həmçinin. Xoş gəlmisiniz. Çox sağ Bu olun. nə enerjidir, bu nə gözəllikdir. Bir-birinə yaraşan gözəl cütlüklər, səsləri, sədaları bizim adət ənənlərimiz olan toylardan, el məclislərindən, el şənliklərindən gələn, bu qızın da rəqslərini daha demirəm, bir gözəlliyini də demirəm, maşallah, maşallah. Fırlan bir sənə baxsınlar. Çox sağ olun. Xoş Nərgiz xanım. gəlmisiniz. Mikrofonla, bəli. Çox sağ olun Mehriban xanım. Bizi ekran vasitəsilə izləyən tamaşaçılar salamlayırıq. Bir nömrə baxımı Dünya TV-yə Mehriban görüşlərinizi Can, xoş gəlmisiniz. Təşəkkür edirəm. Xoş gəlmisiniz. Siz də xoş gəlmisiniz Ramin bəy. Çox sağ olun. Dostluğumuz illər öncəyə dayanır. Bəli, bəli. Mən də bizə efir vasitəsilə baxan bütün tamaşaçılarımızın hər birinin salamlarım. Doğrudan da Bəli. Dünya TV bizə doğma kanaldır. Mən şəxsən öz adımdan deyərdim. Mən bu verilişlərdə, bu efirdə, yəni Dünya TV-də tuxtələşmişəm. İllər boyu ki, bax qeyd elədik ki, bir-birimizi biz tanıyırıq. İnanıram ki, verilişimiz mükəmməl keçəcək. Daha da gözəl olacaq. Bu verilişdə dəyərli qonaqlar var. Niyə də pis keçməlidir ki? Mükəmməl keçsə inşallah verilişimiz. Qonaqlar da bir-birini tamamlamalıdır Bəli, ki, bəli. efir daha maraqlı keçsin, daha gözəl Gözəl keçsin. nəğmələrimizlə bu gün buranı Hələ sənin o coşduracaq. rəqsivi demirəm də, qoy o sürpriz olsun. Bəli, sürpriz olsun. Keçin, əyləşin. Amma bir balaca bugün mehribanlaşmaq lazımdır da. Bilirsiniz, qonaqlı qaralıyıq, biraz yerimiz ifalarımız darısı var. qaldı, ha? Mən mikrofonu səndən alacağım, amma ilk öncə istəyirəm ki, Əli, bir mənə yaxından təqdim elə. Bugünkü günə görə təşəkkürüm olacaq. Saç və makyaja görə Kamala Beauty salona, Kəmaləyə təşəkkürümü bildirirəm. Bu gün də məni belə bəzədi, düzədi. Dedi, artıq yetər. Özüm bəzənib, düzənib gedirsən, heç də xoşuma gəlmir. Ümidvaram ki, bugün məni bəyəndiniz, həm geyimimi, keçimi, həm də saçımı, bəzəyimi. Bəli, biz başladıq ki, nə başladıq? Bizim bir qonağımız var. Cənub elinin igid oğlu. Səsi sədası haralara qədər yayıldı. Bir helelioza dedi. Hələ də araşdırıram, görəm bu helelioza nə deməkdir. Amma bizdən də öncəki nəsillər bu helelioza mahnısını sən demə toylarda rəqs edirlərmiş. Bu mahnı çoxdanın mahnısıymış. Amma Emin Çərkəzoğlu ona bir nəfəs qatdı, bir rəng qatdı ki, gəl görəsən, amma indi bilmirəm də bizim dəyərlimiz Qurban hansı ifanı təqdim edəcək. Bizim dəyərlimiz hər kəsin qısa bir müddətdə sevgisini qazanan Emin Çərkəzoğlu gəlir ifası ilə.
Yaxşı danışdımı, babit bunu mastını, ne bu toştu bamı, tıçımı diliş, oydımı içan gaviliş, tıçımı diliş, oydımı içan gaviliş, tıçımı. Tıçımı diliş, oydımı içan gaviliş, tıçımı. Tıçımı diliş, oydımı içan gaviliş, 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 tıçımı. Haşomaş. Axşamınız xeyir olsun. Axşamın xeyir olsun. Xoş gördük sizləri. Çox sağ olun ki, bəli bizi dəvət etdiniz bu verilişə. Salamlayıram sizləri. Sənət yoldaşlarımı salamlayıram. Xoş gördük sizləri. Bəli, gördük. tıçımı diliş, sən mənim ürəyimsən. Mahnımızın Mı bu çitu diliş. tıçımı diliş, boydımı. Sözləri Əkrəm Qulamindir. Aha. Mənasını bilirsən də. Bəli, tıçımı diliş. Sən mənim ürəyimsən. Ürəyimsən. Mən də deyirəm ki, mən sənin niyə ürəyinəm? Aa. Xoş gəlmisən. Çox sağ olun. Xoş İşin gördük gücü sizləri. necədir? Şükür. Çox şükür. Yaxşıdır. Şad olduq səni də tanımağımıza. Keç əyləş, qonaqlıq qaralayıq. İstəyirəm hamını dəvət edim. Ondan sonra başlayaq söhbətlərimizə. Mən varamsa burada çox söhbətlər olacaq. Hələ bir də bu qız varsa, Nişanə. Nişanə məndən betərdir də, yəni. Bəli, gözəl bir xanım dəvət edəcəm. Vallahi gördüyünüz zaman biləcəksiniz ki, doğru deyirəm. Bu xanımı gördüyüm zaman fikirləşdim ki, bir Amerikadan falan gəlmiş bir modeldir. Elə deyil sizcə də. Maşallah, boylu poslu, gözəl göyçək, amma müğənnidir. Bizim gözəlimiz, gənc ifaçı yenicə başlayıb, elə ilk ifalarını da məhz bizim studiyamıza təqdim edəcək. Gülüm Əliyeva bizimlə birlikdədir, bizim gözəlimiz ifası ilə dəvət edək. Ladies and gentlemen, put your hands up. We got some flash in the house, baby. Ay qara göz naz elə, sevgidən pərvaz elə, hər günümü yaz elə, səndə qalıbdır gözüm. Ay qara göz naz elə, sevgidən pərvaz elə, hər günümü yaz elə, səndə qalıbdır gözüm. Gözlərini süz yenə, xoşdur bu nazın mənə, aşiqəm vallah sənə, səndə qalıbdır gözüm. Gözlərini süz yenə, xoşdur bu nazın mənə, aşiqəm vallah sənə, səndə qalıbdır gözüm. Ay gözəl gəldim dilə, ay gözəl insaf elə, ay gözəl gəl yar gilə, səndə qalıbdır gözüm. Ay gözəl gəldim dilə, ay gözəl insaf elə, ay gözəl gəl yar gilə, səndə qalıbdır gözüm. Kim verib bu qaməti, sevgilim bu həsrəti, mənə et mərhəməti, səndə qalıbdır gözüm. Kim verib bu qaməti, sevgilim bu həsrəti, mənə et mərhəməti, səndə qalıbdır gözüm. Gözlərini süz yenə, xoşdur bu nazın mənə, aşiqəm vallah sənə, səndə qalıbdır gözüm.
Ay gözəl insaf elə, ay gözəl gəl yar gilə, səndə qalıbdır gözüm. Ay gözəl gəldim dilə, ay gözəl insaf elə, ay gözəl gəl yar gilə, səndə qalıbdır gözüm. Yes, who's back? Here we go. Put your hands up. Hey! Ay gözəl gəldim dilə, ay gözəl insaf elə, ay gözəl gəl yar gilə, səndə qalıbdır gözüm. Ay gözəl gəldim dilə, ay gözəl insaf elə, ay gözəl gəl yar gilə, səndə qalıbdır gözüm. Xoş gəldin gülüm. Çox sağ olun Mehriban xanım. Necəsən? Çox sağ olun. Mənə deyirlər ki, sənin boyun çox hündürdür. Amma bir dənə bizi yaxından göstərin. Mənə kim idisə hündür boy deyən, valla utansın. Hündür boy xanım bax belə olar. Mahnının aranjmanından sonra dəqiqləşdirdim ki, sən hardasa Amerikada falan olmusan. Mümkün deyil. Bu ifada hər tərz var. Çox gözəl də ifa eləmisən. Xoş gəldin əzizim. Çox sağ olun əzizim. Mən musiqini təqdim etməsəm, Əlbəttə. deməsəm mənim üçün ayıb olar. Əlbəttə, buyurun. Gözəl sənətkarımız Ağadadaş Ağayevin musiqi, Ağadadaş Ağayevindir. Yeni bir nəfəs vermişsən. Bəli. Gündüz Abdullayevdir. Biraz həyəcanlıyam. İlk verilişdir. Olmalıdır da, amma ifan, özün o qədər gözəlsən ki, o həyəcan da heç hiss olunmur. Keç əyləş, bizim gözəl balaca qızımızın yanında. Amma mikrofonu alım. İndi ifalar səsləndirdik, oxuduq, oynadıq. Burada nə əski idi? Şeir, qirayət əski idi. Onun içində bir gənc, istedadlı söz yazarı, gənc şair, Hünər bizimlə birlikdədir. Hünəri dəvət edək, gəlsin. Amma Qurbandan da xahiş eləyəcəm, bir gözəl fon musiqisi təqdim eləsin ki, o da bir şeirini səsləndirsin. Xoş gördük. Nə qəribə bir istir sənin üçün darıxmaq. Səni belə istəmək, səni belə gözləmək. Bu dünyada eynisi ola bilməz duyğudur. Səni sevmək gözəldir, sevə bilmək gözəldir. Gözlərində tapmışam öz eşqimin süzgəcin. Mütləq sonu gözəldir, çətin olan hər gecin. Təşəkkür edirik. Yaman həyəcanlısan, ay Hünər. Xoş gəldin. Bir ekran qarşısında bax, səni sevən, səni izləyən tamaşaçılar var, səni sevənlər var. Bəlkə onları salamlamaq istəyərsən. Əlbəttə ki, mən də öz növbəmdə bütün müsəlman aləminin Ramazan bayramını təbrik eləyirəm. Əmin-amanlıq, bol ruzi, bol bərəkət arzu eləyirəm hər bir şəxsə. Xoş gəldin. Keç əyləş, elə mikrofon da səndə qalsın. Deyirəm, gəldik. Mikrofonumuz, deyirəm, Ramindədir. Ramin mikrofonu elə bərk-bərk saxlayıb ki, elə bəlkə... Mikrofonlar məndə olmalıdır, xanım. Səndə olma. O zaman elə səndən başlayaq, biz görək. Ay Ramin, bax, biz səni ciddi, belə söz deməyə belə ehtiyat elədiyimiz bir müğənni kimi tanımışıq da. Nə olsun ki, indi səsin, sənətin, toyların, məclislərin sevilirsən, seçilirsən. Düzdür, toylarda, məclislərdə mənə də dəyərli izləyicilərimiz haqq qazandıracaq. Xanım varsa əgər, istəyirlər ki, xanım bir balaca xanımlara qarışsın, rəqs eləsin, bir gülər üzü olsun. Amma bəy olduğu zaman istəyirlər ki, əksinə, bəydə bir ciddiyyət olsun. Səni biz ciddi bir sənətçi kimi tanımışıq da. İndi necə oldu ki, belə bir ciddi düşünən, ciddi görkəmdə, zəhimli bir insan, belə bir cavan, gözəl göyçək bir xanımla duet oxumaq qərarına gəlir? Valla əslində Mehriban xanım, mən doğrudan da ciddi bir insanam. Əlbəttə, səni illərdir tanıyırıq. Amma əslində, yenə də deyirəm, normal baxıram mən Nişanə xanım bu etdiyi belə deyim səhnələrə. Artıq neçə ildir sənətdəsən? Mən deyərdim 25 il. 25 ildə Nişanədən başqa duet ortağın olub? Olub, hə. Xanım. Bəli, bəli.
Kimlərlə duet oxumusan? Onlar ki, adlarını çəkməyim. Adlarını Ya, çəkməyəsən. çəkmək istəmirəm, çünki Deyirəm, zaman gələr ki, ay Nişanə, Ramin deyər ki, adlarını çəkməyəm. yox, bilirsiniz ki, nəyə görə çəkməyim? O çəkərəm, prosto bir 3-4 dənəsi olub, əziyyətimi itirənlərdə olub, itirməyənlərdə olub, istərdim ki, yəni çəkməyim qoy. Belə də qalsın. Nə etmişəmsə halallar olsun. Nişanənin hansı hərəkəti, səsimi, rəqsimi, nə sənə belə valeh elədi, dedin ki, yəni onlar da bununla alınlar. Nişanə xanım ümumiyyətlə belə deyək, yəni potensialı böyükdür. Toğxanada inanın ki, məclisi o qədər Əl almağı bacarır. bacarır. İnsanlar istəyirlər məclislərə. Bilirsən, toy danışıram, deyirlər ki, Sənə nişanəni kimsə təklif elədi, yoxsa özün? Yox, bir məclisdə olduq. Toyda Oradan. olduq. Hə, gördüm ki, nəsə potensialı böyükdür, maşallah. Orada bir xanım müğənni də vardı, hətta inan ki, yaxşı bir oxuyan idi. O qalmışdı kənarda. Nişanə xanım idi. Dediyim kimi, zaten məclislərdə, toylarda xanım varsa əgər, o xanımın rəqsidir, o xanımın gülər üzüdür, insanlarla davranışı da insanları daha çox ələ alan. Bəli, bir dənə söz dedi Mehriban xanım, elə bir müğənni var ki, mənim müğənni dostlarım da, Emin qardaşımız da. Mikrofonu Eminə uzadaq, zəhmət olmasa. Elə bir müğənni var ki, inanın ki, sənəti mükəmməldir. Gəlirlər də indi biraz təkəbbürlü çıxmasını Nişanə xanım görür. Mən zonamızda Saatlı, Sabirabad, bu zonada mən normal toylara gedirəm. Gəlirlər, insanlarla elə rəftar eləyirlər. Müğənnisən də, sən bu insanlardan biz bəhrələnlik, elə deyilmi? Doğru. Emin bəy, doğrudan da belə də. Məsələn, klient gəlir, klient deyərdim də, yəni gəlir qulağına söz deyir, bu mahnı istəyir də, səndən nə istəyir ki? Baxırsan ki, bir dənə təkəbbürlü yanaşır. Amma mən isə belə deyərdim, mən insanlarla o qədər səmimiyyət, gülərüz, başva dönüm, hamı ilə belədən ki, çox mehriban. Əlbəttə, elə olmasan zaten ikinci dəfə o ailə səni məclisinə dəvət etməz. Demək istəyirəm ki, çalışaq, yaxşı olaq, gənclərə dəstək olaq. Siz indi bir gənc müğənni kimi Nişanəyə dəstək olursunuz da. Yəni, düşünürsünüz ki, sona kimi davam eləyəcək. Bəlkə Nişanə tanındı, tanınmış simalardan biri oldu ki, inşallah ki, olsun. Təki o tanınsın, neynə? Səni bəyənmədi. O, heç vaxt mənə elə söz inanmıram, o mənə deyəm, səni bəyənmirəm sözünü deməz o mənə. Çünki mən üzr istəyirəm. Ataların belə bir misalı var ki, adam heç vaxt yediyi qaba qaytarmaz, belə bir misalı var. Mən inanmaram o mənə deyə. Yəni, sadəcə ola bilsin, o tanınsın. Elə bir dəfə efirdə mən adımı çəksin ki, Ramin mənə dəstək olur, mənim üçün bəsdir. Nəyə də pislik, o geçsin, 5-10 minə geçsin toya. Əlbət bir dəfə zəng salaram ki, Nişanə xanım, bir kartımı atıram, bir toyun pulunu yolla mənə. Yox deməz elə bildim. Ya da ki, Nişanəni hansısa bir toya dəvət eləyərlər, deyər 10 minə gedirəm. Toyun qiyməti, qanararı budur. Zəng vurar ki, inşallah baxışı ilə baxdı, inşallah. Ramin də deyər ki, o toyda məndə varam. Gəl onu elə əvvəlki qiymətlə elə. İnşallah. Bugün fevralın, üzr istəyirəm, bugün fevralın 20-sidir də, 21 fevralda. 21-i, bəli. 21 fevralda Nişanə xanım 2026-cı il. Kadrlar yazırlar. Özdə görün necə gözəl, kadra baxını. Bu kadrdan qaçmaq olmaz. Ramin bəy, açıq indi mən tanıyırız. Mehriban xanım da tanıyır, dostuq. Təbii ki, zarafat. Dostuq. Hə, yəni mənim ürəyimdir, bilirsiniz ki, yəni mənim qəlbim necə insanım, yəni heç vaxt olunan yaxşılığı itirmirəm. Mən bunu dünən Rəngarəngdə verilişdəydik, orada da dedim. Ramin bəyin yəni mənə etdiyi yaxşılıqları heç vaxt itirmərəm. Əməyi böyükdür. Çünki əməyi üzərimdə böyükdür. Bir ildə heç bir müğənni, yəni yaxşı xanımlarımız da var, yeni başlayan mən kimi. Yəni bu potensial, ona da uğurlar diləyirəm. Mən də bir ildə başlamışam, xanım da təzə başlayır. Yəni çətindir tək addımlamaq. Yəni müğənni sahəsində, yəni insana bir dayaq duran lazımdır ki, qabağa gəlsin. Mənə də Ramin bəy köməklik elədi xanımlığıma görə. Yəni onun sayəsində də mən də özümə görə tanınmışam. Yəni həm oynamağımla, həm şirinliyimlə. Bu sənətə başlayanda, Eminə keçid almazdır. Bu sənətə başlayanda o rəqslərinlə düşünürdün ki, bax az bir zamanda televiziyalarda görünəcəksən və sənin yerin ta yüksəklərdir. Onu bilirdim, çünki o potensial məndə var.
Maşallah, sən o rəqs potensialını birazdan sonra hər birimiz Təşəkkür görəcəyik. edirəm. Emin, sənin bu oxuduğun ifa nəyə görə ilk öncə o ifanı vermədik? Çünki istəyirdim ki, qonaqlarla birlikdə o ifanı hər kəs rəqs eləsin. Onun üçün ardıcıllığı saxladım geriyə doğru ki, yəni Eminin o ifasında hər kəs rəqs eləsin. Çünki böyükdən balacaya hər kəsin dilindədir də bu ifa. Amma sənlə bərabər digər sənət yoldaşında var ki, bu mahnını oxudular. Təbii ki, Heleliozanla deyək də, sintezdə deyək filan kəs, qarmonda filan kəs deyək. Bununla bağlı biraz mübahisələr yarandı. Amma bu mübahisələrdə heç birində sən heç bir çıxış eləmədin, heç bir fikrini bildirmədin. Nəyə görə bildirmədin? Qarşı tərəfdən çox oldu. İlk öncə biz təqdim eləmişdik, ilk öncə biz demişdik. Amma sənin bu Helelioza ifanı bizdən 2-3 nəsil belə böyük, hardasa 50, 55, 60 yaşlarında olan nəsil belə toylarda, Cənub bölgəsində o ifanı sifariş verib rəqs etdiklərini deyirlər. Və indi illər sonra, necə ki geyimlər illər sonra dəbə dönür, illər sonra yeni bir nəfəs verdim buna və çox anlaşılmamazlıq oldu. Qarşı tərəfdən, yenə də dediyim kimi, dedilər ilk öncə bizdə olub. Bununla bağlı qısaca bir açıqlama vermək istəyirsənmi? Helelioza mahnısı fars mahnısıdır. Heleliozanın mənası da günəş, təravət, istilik, hərarət, bax bu mənanı verir. Bu Helelioza mahnısını fars mahnısıdır. Mən bunu ilk dəfə Cavad müəllimdə eşitmişəm. Cavad müəllimimizi salamlayıram. Salamlayırıq bizə Cavad müəllim. Bu el şənliklərində birində belə qeyd oldu ki, mahnını oxudu. Oxuyandan sonra bir Tərlan bəyimiz var, onu da salamlayıram, Lənkərandandır, Qoşan Ağara. O qeyd etdi, Emin, gəl bu mahnıda belə bir dəyişiklik edək. Musiqiçilərin adını çəkək. Biz də musiqiçilərin adını çəkdik. Yəni bu ilk dəfə 2022-də oxumuşam bunu. Hətta 4 il bundan öncə. Bəli, 2022-də oxudum. Sonra 24, 25-də biraz da sevildi, biraz da oxudum bunu. Bu düşdü dillərə. Mənim susmağım ondan ibarətdir. Mahnıdır, bunu hər kəs oxuya bilər. Amma çıxıb efirdə deyəsən ki, bu mənim əziyyətimdir, bunu oxuyursunuz, adımı çəkəsiniz. Mən bir efirə çıxdım, danışmışam, bu haqda müsahibət vermişəm. Danışdım, yəni ki, bunu mən oxumuşam da. Bu əziyyət deyəndə ki, sən danışanda deyir ki, bunu kim oxuyub? Bunu 22-də mən oxudum, sonra 25-də bu tanındı. Yəni müəyyən qədər tanındı. Kütləm tərəfdən tanındı. Bunu da görüb oxuyublar. Sadəcə orada bir dənə musiqiçilərin adı dəyişilib. Yəni orada heç bir yenilik yoxdur. Mənim oxuduğum sadəcə bir musiqilərin adı dəyişilib o mahnıda. Mahnı belə olub. Yəni açıqlamam bundan ibarət. Belə deyək də. Bir şey də qeyd edim ki, yəni dostlar yığırlar, telefondan danışırlar, ondan telefondan deyir ki, bilirəm Emin oxuyub. Amma efirə çıxanda Emin adı çəkilmir. Öz o mahnı Helelioza deyir, Heleliozadır. Azərbaycan mahnısı da deyir, o fars mahnısıdır. Onu dəqiq bilmək lazımdır. Deyirlər Emin Çərkəzoğlu Masallıdan hər diyar bizimdir. Sevirik, Azərbaycanımızın hər diyarı Emin Çərkəzoğlu Lənkərandandır. Masallı da bizimdir, Azərbaycanın hər bir diyarı bizimdir. Amma bunu düzgün vurğulamaq lazımdır. Telefon arxasında ayrı danışıb, efirdə ayrı danışmaq lazım deyir. Yəni bir söz nə varsa onu demək lazımdır. Belə. Bəli, düşünürəm ki, bu açıqlamadan sonra düzgün ifadə olunacaq. Amma belə deyək də, hər kəs sevir, hər kəs ona sosial şəbəkələrdə videolar paylaşır və minlərlə, milyonlarla insanlar da izləyir. Uğurlarınız daimi olsun. Onda üzr istəyirəm, qardaşımızın bəhrəsidir, hə? Bəli, 2022-ci ildə mən bilmirdim. Yəni onu bizdən görüb oxuyublar. Onu Nə gözəl. məndən görüb, yəni ilk dəfə mən oxumuşam. Yəni müəyyən qədər o mahnı sevilib, görüb oxumuşsun. Amma deməyin də, Elə istədim o gün mən də toyda oynasam. Onun demək olar trendi də mənəm, trendi də mənəm. O zaman Qurban, elə o trenddə olan o ifa var ha. O ifanı elə təqdim elə, amma xahiş edirəm qonaqlarımızın heç biri əyləşməsin. Bu ifa elədi ki, elə yatan xəstəyə də şəfadır, elə istəyir ayaq açıb oynasın. İfanı təqdim eləyək gəlsin. Helelio, heliosa, heleliosa, helelio, heliosa, heleliosa, helelio, heliosa, heleliosa,
Hilyoza, hilyoza. Temaları verdim size, mahnı düştü dilinize. Sevilmişi biz her yerde, büyük maraq vardı bize. Temaları verdim size, mahnı düştü dilinize. Sevilmişi biz her yerde, büyük maraq vardı bize. Hilyoza, 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 hilyoza. Lan arada famildi, udarlıkta İmran'dı, müşayehte ilkindi, Sansa Mahmet'ti, Klarnet'te Ahmet'ti, Sintens'te Halid'di, Aparatta Mahir'di, Çerkezoğlu Emin'di. Hilyoza, 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 hilyoza. Temanı biz yaratmışıq, sonra hər kəsə atmışıq. Çoxları bizdən öyrənib, biz o zirvəyə çatmışıq. Temanı biz yaratmışıq, sonra hər kəsə atmışıq. Çoxları bizdən öyrənib, biz o zirvəyə çatmışıq. Hilyoza, 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 hilyoza. Aslara Lənkəran lirik, masallı yardımlı birik. Elgün ağa oğlu ilə belə aranjman edirik. Aslara Lənkəran lirik, masallı yardımlı birik. Elgün ağa oğlu ilə belə aranjman edirik. Hilyoza, 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 hilyoza. Teşekkür edirik. Əyləşmə sən, ay Nişanə. Sən keç əyləş. Yoruldun, ey qız səni yordu. Ay qurban, biz bir ifa seçmişdik. Dedik bu qızı bugün burada yoracağıq. Yormaq lazımdır səni. Qurban, hazırdır.
Maşallah olsun. Maşallah olsun. Mikrofonu götür. Beğendiğin nədir? Mehriban xanım, Bir nəfər beğendi. qısqandı hətta sizi. Ay, Yaman qısqandı bir Hə. nəfər sizi. hə. Rəqs elədiniz, yaman qısqandı. Bax görsən, hələ də deyirəm, hələ eşitmir məni. Bəli, reklamlarımız bitdi, amma söhbətlərimiz bitmir, davam eləyir. Gülüm, gördün nə nişanəni? Mikrofonu götür, zəhmət olmasa. O qədər xanım xatındır ki, adam bilmir ki, hansı sualı versin, hep ona birdən inciyər. Ay Gülüm, gördün də necə rəqs elədi? Maşallah, çox gözəl rəqs edir. Sən də belə məharətlərin varmı? Rəqs eləməyə kimi? Biraz mən utananam belə şeylərdə, sıxılıram, utanıram. Bax, de görüm, heç utanan bir insandan müğənni olar. Bax, sən utandın, mən utandım, o biri utandı, bu birisi utandı. Utananda necə olar? Bax, deyək ki, səni bir el məclisinə dəvət edib, toya. Ramin zəng vurdu, dedi ki, Gülüm, sən də istəyirik, ifalarını görüblər, bəyəniblər, gəl. Orada utana-utana mahnı oxusan, necə olar? Hələ təzədir, o görə utanır. Bir ildir deyir başlamışam, utanmayacaq. Hələ təzəyəm, ona sıxılmağım normaldır. Amma belə, yox, oxumaqdan utanan deyiləm. Bundan başqa bir hansısa bir sahə ilə məşğul olursan, yoxsa sənin belə görkəmində bir idarəçilik, bir business lady forması var da, yəni düşünürəm ki, hər kəs mənə qatılacaq bir iş xanımı formasındasan. Geyim keçim olaraq da deyil, sima olaraq da onu əks etdirirsən. Belə yüksək gəliri gələn o iş xanımlar olur. Onlar kimi durursan, maşallah. Olasan, təki niyə də yox, amma bir çox bu incəsənət aləmində çalışan müğənnilər var ki, sənətkarlarımız, sənətçilərimiz var ki, başqa bir biznesləri də var. Dedim, bəlkə sən də başqa bir sahə ilə məşğulsan. Yox, elə bir sahə ilə məşğul deyiləm. Bəs necə oldu ki, müğənni olmaq qərarına gəldin? Əslində, uşaqlıqdan həvəsim vardı musiqinə məşğul olmaq, amma təəssüflər olsun ki, biraz erkən ailə qurduğum üçün qaldı. Bugünə qismət imiş. Əgər seçim şansın olsaydı, 20-25 il bundan öncəyə qayıtsaydın, yenidən ailə qurub, övlad sahibi olmağı seçərdin, yoxsa bu sənəti? Ana olmaq gözəl hissdir, amma düzdür, sənətin də öz yeri. Bugünkü ağlın olsaydı, təbii ki, sənəti seçərdim. bu sənəti seçərdin. İnşallah yeni başlamısan, çox gözəl xanımsan, işıl-işılsan maşallah. İfaların, aranjmanların da çox gözəldir. İndi bir ifan da var, onu da təqdim edəcəyik. Əgər Qurban hazırdırsa, Gülümün ifasını təqdim edək, görək ikinci ifası necə olacaq. Mehriban xanım, bir dənə söz demək istəyirəm. Buyursun. Xanım yeni başlasa da həqiqətən də, amma səsi çox gözəldir. Gözəldir. Biraz öncə də dediniz. Aranjman. Yəni bu sənətdəsənsə, bu sənətə pul xərcləmək lazımdır. Xanım da görsə ki, ifanı başqa bir stildə, başqa bir formada. Yəni bu mahnını gedib toyda da, hansısa bir belə deyək də, gənclərin yığışdığı bir məkanda da təqdim eləsə seviləcək. Bəli, mən xoşuma gəldiyi üçün görmədim, dura bilmədim, durdum, rəqs elədim. Yəni yenə deyirəm, gəncdir, gözəl xanımdır, uğurları, nailiyyətləri bol olsun. İnşallah, Amin, inşallah. səssiz zirvələrdən gəlsin, bir dahaki gələndə, yəni daha cümrət, daha pozitiv, gözəl. İnşallah. Gözəl. Gəlsin Gülümün ifası, görək bu ifası necədir.
Təşəkkür edirik. Bəs bu ifa kimə aiddir? Bu ifa bizim gözəl, sevimli müğənnimiz, sənətkarımız Könül Kərimova aiddir. Gözəl də ifa etmisən. Aranjmançı Gündüz Abdullayev. Gündüzün də gördüyü işlərə daha söz yoxdur da. Bir mesajlarımız var, istəyirəm ki, onu oxuyum. Kimdir? Sizi və qonaqları salamlayıram. Ramini xüsusilə salamlayıram, yazıblar. Lənkərandan. 74-55 nömrəli abunəçi yazır ki, Gülümün ifaları çox gözəldir. Çox gözəl ifa edib. Biz onu zirvələrdə görməyi arzu edirik. Sonra kimdir? Bəli, bu musiqi çox xoşumuza gəldi. Alik yazıb. Sonra bizim dəyərli qonağımızın əmisi kimdir? Səməd Ağa bəy, sizi xüsusi salamlayırıq. Lənkərandan bizi izləyirsiniz. Ümidvaram ki, razı qalırsınız ifalarımızdan və bizdən. Çünki sizin razılığınız daha önəmlidir. Bəli, Sabirabadın Qara Güney kəndindən salamlayıram Nişanə xanımı. Rəqsləri ilə bizi valih edir. Qara Güney kəndindən. Bəli, Şirvandan salamlayırıq. Bu cütlüklər bizim toyumuzda olub. Restoran adı çəkmirik, çox xahiş edirik. Yəni, mesajlarımız çoxdur, gələn mesajlar, amma vaxtımız çox azdır. Hünərlə bir balaca danışmaq istəyirəm. Hünər. De görüm, sənin elə bu hünərin uşaqlıqdan var, yoxsa sonradan sənə bir ilham gəldi ki, mən elə şeir yazım? Yox, elə uşaqlıq dövründən yaranıb məndə. Başlamışam yazmağa. Bir sözlə adımı yaza bilmirdim, amma şeirləri yazırdım, bir sözlə belə. Başlayıb, bugün də davam eləyir. Düzü, mütəmadi olaraq məşğul olmuram. Müəyyən bir vaxt ara verirəm, daha sonra yenə başlayıram. Sadəcə özümə söz verdim ki, bundan sonra şeirə davam eləyəcəm. Ay Hünər, de görüm, bu şeirləri daha çox kimə həsr eləyirsən? Oxucuları ən çox. Bildim də, indi oxucular onu oxumalıdır. Sən onu kiməsə həsr eləməlisən ki, oxucular da oxuduğu zaman qəlblərinin dərinliyində olan varlığa toxunsun da o şeirlər. Yox, əslində hamısı xəyali bir ilhamdır. Xəyali. Normaldır, bəli. Ya gördüklərimdir, ya da xəyalən yaşadıqlarımdır. Bəs sənin öz şəxsi həyatında baş verən, sənə duyğusal olaraq həqiqətən də təsir eləyən bir vəziyyət olubmu ki, onu qələmə almısan? Olub, bəli, çoxdur elə şeylər. O zaman, ay qurban, bir gəlsin oradan bir gözəl musiqi, Hünərin görək o şeiri hansıdır? Adətən Hünər şeiri yazan, şeirin müəllifləri öz şeirlərini yazandan sonra bir müddət sonra yadlarından çıxarırlar. Bəli, 100%. Çıxarmaq deyəndə də əzbər bilmirlər. Elə salamlayırıq buradan dəyərli dostumuz Ali Haşimini. Ali də hər zaman o telefonla oxur, sonda da bir gülücüyü var da, gülüş. Orta cəhətimiz var, ondan özünə demişəm şəxsən. Sadəcə açıqlamıram onu. Açıqlamırsan, özü gələndə o da açıqlayar. Ay qurban, zəhmət olmasa bir musiqi, gözəl bir musiqi gəlsin. Telefon. Mən dua edərdim sənin üçün hər gün. Yaxşı ol, hər anın xoş keçsin deyə. Bəzən yuxuma da gələrdi ruhun. Bir söz demirəm, gəlsin gəlməyə. Gələndə məni də aparsın bari. Mələksən, küləklə, yellə aran var. Qoxunu gətirir mən olan yerə. Bu dəfə xahiş et küləkdən, nə olar? İcazən var isə sən olan yerə. Gələndə məni də aparsın bari. Divardan asılmış pencək kimiyəm, üstümə illərin tozu yığılıb. Torpağı quruyan dipçək kimiyəm, çiçəyi çürüyüb, qabı dağılıb. Mən indi bir evsiz qarı kimiyəm, deyincən, əlindən bir iş gəlməyən. Tez-tez tövbə pozan könül kimiyəm, sevməkdən özgə bir vərdiş bilməyən. Sınıbdı ürəyim buz evimdəki yağışdan islanmış pəncərələr tək. Bir gün bu həyatla vidalaşacam, bugün unutduğum xatirələr tək. Asır xatirələr özünü bir-bir,
Asır xatirələr özünü bir-bir gülüm, paltarını astığın ipdən. Hərdən xəyalların əlimdən tutur, çıxardır sən məni attığın dibdən. Hərdən xəyalların əlimdən tutur, çıxardır sən məni attığın dibdən. Çox sağ olun, minnətdaram. Bu bir sevgi şeiridir də, ay Hünər. Ailəlisən, yoxsa Xeyr, subayam. subaysan? O qədər nakam məhəbbətlər var ki, Tez olmuş ya məhəbbətlər. xəyalını qurub yaşadığın, ya da xəyalına belə qurmağa icazə verilməyən sevgilər. Bəli, bəli, orası elədir. Bəli, telefon zənglərimiz susmur, amma mesajı oxumalıyam. Hünər bəyə zəhmət olmasa deyin, vətənpərvərlik haqqında şeirlər yazsın, onun dilindən eşitmək istəyərik yazıblar. 7496 nömrəli abonent. Bəli, Emin Çərkəzoğlu'nu salamlayıram Lənkərandan, Vilvan kəndindən. Çox xahiş edirəm, məni efirə dəvət edin. Gürcüstanda yaşayıram, Emin bəylə bir efirdə olmaq istəyirəm. Emin bəyə Murmansk şəhərindən çoxlu salamlarımız var. Bu sayədə bilmədiyimiz şəhərlərin də adlarını sadaladıq. Hər birinizi biz də salamlayırıq. Sadaladığımız bütün bölgələr olsun, şəhərlər olsun, fərqi yoxdur. Emin, Qurban hələ də şeirin təsiri altındadır. Hə, Qurban? Emin, bax, görürsən, Ramin bir müddət sonra özünə duet ortağı seçdi. Bəs sənin belə bir fikrin varmı, hansısa bir xanımla duet oxuyasan? Çünki siz də toylardasınız, məclislərdəsiniz, doğrudurmu? Yəni, bir xanım olsa, belə bir nişanə kimi pozitiv bir xanım olsa, daha gözəl olmazmı? Əlbəttə gözəl olar. Duet ortağımız olub. Duet ortağım olub mənim bir xanım, amma indi yoxdur. Duet ortağım yoxdur. Yəni el şənliklərində xanım müğənnilər dəvət edirik, gəlir oxuyur, amma çox toylar demək olar ki, oğlumla bir yerdə. Oğlunuzla, Bəli. bəs niyə tək gəlmisiniz? Amin bəylə salamlayıram, Amin bəyi də. Salamlayırıq, çoxlu-çoxlu. Amin bəylə bir yerdə mahnılarımız. Niyə tək gəldiniz ki? İnşallah gələn verilişdə Aminlə Növbəti bir yerdə, dəfə, amma bəli, bir yerdə mütləq. təklif buyurarıq. Mütləq. İnşallah. Yəni, duet oxuya bilərsən hansısa xanımla, yoxsa oğlunla bu yolu davam eləməyimi istəyirsən? İnşallah. Yəni, heç vaxt demək olmaz. İnşallah qismət. Heç vaxt demək olmaz. Bəs bu mövzuya Raminin fikri necə? Bax, Ramin, adətən duet ortaqları olduğu zaman izləyicilərin, məclisə dəvət edənlərin tək bir şuuraltı bir fikri olur. Görəsən bunların arasında hansı münasibət var deyə. Çünki bizim gözəl qızımız çox gözəldir, gəncdir. Sən də ki, bir bəysən, sözünü demiş, sənəti ilə tanınan, sevilən, seçilən. Yəni, bununla bağlı sənə suallar gəlirmi? İnsanların, əslində yaxşı bu sualı verdiniz, Mehriban xanım. İnsanların ən zəif nöqtəsi odur. Elə düşünürlər, amma əslində elə deyil. Mən bir şey qeyd edeyim, Nişanə xanım gözəl bilir. Nişanə xanım mənim evladımla yaşıdır. Mənim oğlum universitetdə oxuyur. 19 yaşı var. Allah sağ olasın. Yəni sadəcə olaraq bir bəy müğənniyə, Emin qardaşımız da təsdiq eləyər, bir bəy müğənniyə, bir xanım müğənni lazımdır. Yəni böyründə bizim işimizdir bu zaten. Biz toya gedirik, Nişanə xanım olmasın, qeyri bir xanım olsun. Zaten biz yenə mən kimisi aparazım da böyrümdə toya, elə deyilmi? Onun üçün insanlar deyərdim ki, yəni normal düşüncədə olsunlar. Sənətçidir, xanımdır, az yaşlı bir xanımdır. Dəstəyəm burada nə var ki? Niyə Nişanə? 25 il bu sənətdə oldun, kimlərlə bir səhnəni, toyları bölüşdün. Niyə Nişanə? Bu mən sualı cavablandırım da. Siz necədir? Yenə də deyirəm, Emin qardaşımız da məclislərdə də toylardadır. Bəli. Məsələn, xanım müğənnilər olub ki, gətirmişəm, yəni haqdan da əlavəyə, məsələn, işi görə bilməyiblər. Belə də insanlarla xoş, səhnədən bir 2 metr qabağa qeydim, ay xanım, sənə bu toy yəsi qanar verir, gəl bir çıx bir qabaqda oxu günən. İndiki də biz toylarımız, bəli, indiki toyların da hamısı şox xarakterli toylardır. İndi bilirsiniz,
Məsələn, elə gözəl bir oxuyanlar gəlir toya. Allaha and olsun. Yəni yerlə göylə əlləşən bir oxuyanlar gəlir, amma toy yəsə onu bəyənmir. İnsanlar onu bəyənmir. Deyir, o nə olsun, durmuş yerində oxuyurdu da. Bəli. Amma əslində ləl xırdalayır. Onu qəbul etmirlər. Bugünkü gün amma deyirlər ki, mənim toyum şən keçdi, falan. Şahin xanım oynadı, nədi? Rayon cəmaatın bir sözü, şuurlu keçdi toyum. Cəmaat, hə. Nişanə də elə Yox, imiş. amma elə məclislər də var ki, məsələn, toyələri deyirlər ki, yəni oynamasın. Yerdə dursun, oxusun, belə şeylər də olur da, indi elə 5 barmağın 5-i də bir deyil ki. Təbii ki. Ev sahibi nə deyirsə, o da olmalıdır. Bəs Nişanə, olub ki, deyiblər ki, filan vaxtı bizim toyumuzdur, toya 3 gün qalmış, zəng vurub deyiblər ki, xahiş edirik, qapalı geyinin. Bu son günlərdə gündəm olan bir söhbətdir. Çünki mən özüm də bir sıra toylar idarə edirəm. Orada görürsən ki, 1-2 gün qalmış zəng vururlar ki, Mehriban xanım, pis başa düşməyin. İndi efir başqadır, amma bizim toyumuzda biraz, deyirəm ki, o toy başqadır. Təbii ki, indi toya qısa geyimdə getmək olmaz, olmaz insanlarla. Biz burada efirdə gəlirik 5-6 dənə qonağımızla, deyirik, gülürük. Sizə də bu enerjini ötürməyə çalışırıq. Sonra isə sağollaşıb evimizə. Amma toy elə deyil. Toy tamam fərqlidir. Mehriban xanım, çox gözəl bir sual verdiniz. İnanın ki, valla insanlar mənim ona görə məncə sevirlər, bəyənirlər ki, mən çünki həm geyimimi, həm özümü aparmağımı, yəni özümü tərif kimi demirəm. Yəni mən sosial şəbəkədə də məni tanıyanlar, bilənlər bilir ki, yəni səhnə geyimlərim var da mənim. Bəli. Həmişə qapalı geyimlər geyinmişəm. Yəni heç bir toy yerlərim mənə o barədə narahatçılıq bildirməyiblər. Bayaq Ramin müəllim də söz bildirdi o haqda. Sadəcə elə bir toy evləri olar ki, yəni oynamağımı deyərlər ki, hə, yəni eləsi insanlar var ki, bəyənir, elə insanlar var ki, deyir ki, yox, biz oynamaq istəmirik. Bəli, rəqs istəmirik və biz də onlara uyğun məclisimizə aparırıq, bəli. Amma yox, geyim haqqımda... Ev sahibi necədirsə, nə deyirsə, ondan razılaşmağa çalışır. Bəli, çünki biz onların dediklərinə uyğunlaşmalıyıq. Çünki onların dediyinə uyğunlaşmasaq biz sevilmərik, toylara dəvət almarıq. Həm də ki, yenə dedim, öz geyimlərimə fikir verən bir xanımam. Bacardığım qədər qapalı geyinirəm səhnələrdə. Bir operatorumuz yaxından bax bunu göstərsin. Sonra deyirlər ki, qonaqlar, bizə heç mesaj gəlmədi. Yəni, bu oxunmamış mesajları. Bax, göstərək. Baxın, oxunmamış mesajlar. Görürsünüz. Bunların hər birisi bizim, bax, burada, bəli, ən çox da Sabirabad, Lənkəran, Rusiya bölgəsindən, Gürcüstandan, Saatlı rayonunun Xələfli məkanından salamlar olsun. Bizim kəndimizdir. Bəli, salamlar olsun. Ramin bəyi salamlayırıq. Aleyküm salam. Elşən, nömrənin adını çəkmirəm, Elşən bildik. Ay, Nişanə xanım. Nişanə xanım, sizin duetinizi təqdim eləyək, çox həyəcanlı bir durumdur. Nişanə xanıma elçi çıxıb. Mənim verilişimdə... Nə gözəl, nə gözəl. Mənim verilişimdən heç kim subay getmir də. Yəni, hər kəs, bax, göstərə də bilərəm. Nişanə xanım yazıblar ki, ailəli xanımdır. Yazmışam, xeyr. Subayam. Elçi çıxıb. Bəli. Yox, görə elçilərlə neyniyəcək, amma gözəl bir duet gəlsin. Mən də Mehriban xanım buradan Saatlı Sabirabad salamlar göndərdim. Şirvan, xüsusilə Şirvandan salamlar var. Gördüm. Bizi oradan çox sevirlər, çox bəyənirlər və hal-hazırda da bilirəm ki, bizi sevənlər izləyirlər. Salamlarımızı göndərir. Səsləndirərik. Onlar bir mövzuya toxunum. Çox dəyərli dostlarım var. İndi mən bayaqları qeyd elədim. Mən Rusiyanın bütün bölgələrinə toya gedirik, dəvət alırıq. Mən çox dəyərli dostlarım var. İnşallah nə zənglər, nə də mesajlar dayanmır. Yəqin ki, onlar elə sizdən onu eşitmək istəyir. May ayında Allahın köməyi ilə bizim bir dostumuz var. Deməli, onun toyuna gedəcəyik. Manaf qardaşımız Penza şəhərinə. Manaf dostumuz, Manaf qardaşım və səni salamlayıram. Qardaşı Şahəli qardaşım, sizə salamlayıram. Allah hər birinizin canını sağ eləsin. Bütün Penzada yaşayanların hər birini salamlayıram. İnşallah mayın 30-u, mayın 30-u, bəli, mayın 30-u Manaf qardaşımızın toyunu oxuyacaq. İyulun 6-sında
Daha bizim değerli dostumuz Nurali kardeşimizin toyunu oxuyacaq. Amid kardeşim və sizin ailənizin Siz hər toy birini oxudunuz, salamlayıram. toyu kim aparacaq? Bəli, toyu Ramin bəy. Ramin olan yer Mən də dedim, yəqin mən apararsınız. gidə. Gəlsin Amid bir. kardeşim eşitirsən? İnşallah Eşidirsiniz də, Mehriban yoxsa xanım da bax, apararıq. həmin günü efirə... Ay nazlanıb gələn dilbər, ay nazlanıb gələn dilbər, de görüm kimi yarsan, bir bizlərə eylə xəbər, bir bizlərə eylə xəbər, bir bizlərə eylə xəbər, de görüm kimi yarsan, de görüm kimi yarsan, de görüm kimi yarsan, de görüm kimi yarsan. Ay yolunda duran oğlan, demerəm kimin yarıya. Ay yolunda duran oğlan, demerəm kimin yarıya. Hey özünü yoran oğlan, hey özünü yoran oğlan. Demerəm kimin yarıyam, demerəm kimin yarıyam, demerəm kimin yarıyam, demerəm kimin yarıyam. Bir yaşı başlı sona sal, salmısan beni o da sen. Bir yaşı başlı sona sal, salmısan beni o da sen. İsterem benim olasan, isterem benim olasan. De görüm kimi yarsan, 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 de görüm kimi yarsan. Yollarda koyma gözümü, gitsen öldürürüm özümü. Yollarda koyma gözümü, gitsen öldürürüm özümü. Yere salma gel sözümü, yere salma gel sözümü. De görüm kimi yarsan, de görüm kimi yarsan, de görüm kimi yarsan, de görüm kimi yarsan. Özünü öldürme oğlan, alemi güldürme oğlan. Özünü öldürme oğlan, alemi güldürme oğlan. Hiç kime bildirme oğlan, hiç kime bildirme oğlan. Mən təkcə sənin yarına, mən təkcə sənin yarına, mən təkcə sənin yarına, mən təkcə sənin yarına. De görüm kimi yarsan, Mən təkcə sənin yarına, de görüm kimi yarsan. mən təkcə sənin yarına, De görüm kimi yarsan, mən təkcə sənin yarına, de görüm kimi yarsan. mən təkcə sənin yarına. Küskün gözlerim ağlar gel gör bu nemde mən. Küskün gözlerim ağlar gel gör bu nemde mən. Vurulmuşam bir yara, kaşı gözü kapkara. Vurulmuşam bir yara, kaşı gözü kapkara. Elim canla üzülür, ərz eyləyin o yara. Elim canla üzülür, ərz eyləyin o yara. Salı beşk dərdə məni, qoyub o qəmdə məni. Salı beşk dərdə məni, qoyub o qəmdə məni. Küskün gözlərim ağlar, gəl gör bu nəmdə məni. Küskün gözlərim ağlar, gəl gör bu nəmdə məni.
qəlbi kövrək Üzülür onsuz ürək Olmuşam qəlbi kövrək Həsrət alır canımı Əlindən alsın gərək Həsrət alır canımı Əlindən alsın gərək Salıb eşq dərdə məni Qoyub o qəmdə məni Salıb eşq dərdə məni Qoyub o qəmdə məni Küskün gözlərim ağlar Gəl gör bu nəmdə mən Küskün gözlərim ağlar Gəl gör bu nəmdə məni Ürəyim qəmə əsir Hicran səbrimi kəsir Ürəyim qəmə əsir Hicran səbrimi kəsir Yarımı görmək üçün iki gözüm tələsir Yarımı görmək üçün iki gözüm tələsir Salıb eşq dərdə məni Qoyub o qəmdə məni Salıb eşq dərdə məni Qoyub o qəmdə məni Küskün gözlərim ağlar Gəl gör bu nəmdə mən Küskün gözlərim ağlar Gəl gör bu nəmdə məni Küskün gözlərim ağlar Gəl gör bu nəmdə mən Küskün gözlərim ağlar Gəl gör bu nəmdə məni Küskün gözlərim ağlar Gəl gör bu nəmdə məni Küskün gözlərim ağlar Gəl gör bu nəmdə məni Mən düşünürəm ki, Ramin, sən buradan tək qayıdacaqsan. Böyük ehtimal yox, artıq %100 əminəm. Bu gözəl Peki, ifa. Bəli, bu gözəl küskün gözlərim sözləri, musiqisi Fərzanə xanıma aiddir. Amma aranjmanı İsmail Əlizadə. Amma ondan əvvəl oxuduğum Helelioza mahnısını oxudum. Onun aranjmanı Elgün Ağaoğlu var olsun ki, Salam. dəyərli qardaşım. Sözləri də ki, dəyərli şairimiz Əkrəm Qulami var olsun. Nəfəs vermirsən, nəfəs verməmsən. Belə insan istəyir ki, bu ifaları eşitdiysə elə rəqs eləsin. Çox sağ olun. Amma var rəqs olun. eləsin, indi baxır kimlə rəqs eləsin. Cəmaatın duet ortağı ilə o qədər rəqs eləmək olar. Qorxusundan nə Çox olur? gözəl andı var olasın. Bir Minnətdarım də hər gördün ki, birinizə. nişanə gedib Lənkərandadır. Nə olar ki? Tək elə olsun. Nə olacaq onda? Heç bir şey. Keç əyləş, Emin. Mehriban xanım. Bəli, Bayaqları biz mahnını qeyd oxuduq, ifa elədik, amma o bir şey gözəl qaldı. ifanı. Mənim çox dəyərli dostum, sevilən bir müğənni, doğrudan da ki, gözəl şəxsiyyət. Mən buradan Əflatun müəllimi salamlayıram. Əflatun müəllim o mahnının bizə icazəsini verdi, biz onu oxuduq. Aynasını alıb gələn Dilbər. Yaxşı ki, varsan Əflatun müəllim. Gözəl təşəkkür də bildirirəm. oxumusunuz da amma. Doğrudan da var olsun Əflatun müəllimə, mən sonsuz təşəkkürümü bildirirəm. Mehriban xanım, bu mahnını həqiqətən mən çox bəyənirdim. Ramin bəy Təklif səndən gəldi Bəli, yəni. məndən gəldi. Dedim bu mahnını çox bəyənirəm. Duet olaraq da yəni bizdə yaxşı alınar, səsimə də düşər, yəni tembrinə uyğun. Və Ramin bəy dedim ki, Əflatun müəllimin bu icazəsini al oxuyaq. O da sağ olsun. İcazə verdi. İcazə verdi. Biz onu oxuduq da bizi qırmadı. Salamlayırıq İnanın biz ki, Əflatun bu müəllimə. mahnını Biz Əflatun müəllimdən başqa heç kim oxumamışdı. Biz oxuyandan sonra oxudular. Sonra Sözü, bizə baxıb çox oxudu. yəni efirlərdə oxumamışdıq ha. Yəni belə məclislərdə. İlk dəfə bizim ilk dəfə. efirdə oldu. Bir şey Amma mən bir şey deyim, Ramin. Bax, sizin oxuduğunuz ifalar yerində. Amma gəl belə düzünü danışaq. Bu ifalara daha bir gözəl, daha bir şirinlik, daha bir rəng qatan Nişanənin o belə şirin şəkər rəqsləridir də, özüdür, rəqsləridir. Bəlkə də başqa bir xanım olsaydı, Vallahi, siz hörmətlə bir cütlük yanaşıram. kimi bəlkə də daha çox Mən bir söz sevilməzdiniz. deyim, mən hörmətlə yanaşıram sizin yəni fikrinizə. Mən yenə deyirəm, Nişanə xanımla son 5-6 ay Bəli. birdə oxuram, amma yəni mən illərdir peşəkar müğənniyəm. Mən Ramin Saatlı, mən yəni toylar aparmışam, toylar görmüşəm. Mənim fərq eləmir, mənim bölümdə Nişanə xanım olsun, yəni növ başqa bir xanım olsun. Yenə mən sevilmişəm. Ona baxmayaraq, yəni mən nə oxumuşamsa biraz təkəbbürlü olmasın. Mən nə oxumuşamsa Allah haqqı təkrar ifalar oxumuşam. İndi Yəni Mən də o Ramin mahnılarına necədir? rəng qatmışam. Bəli. mən növbəti- Bilirsiniz necə? Biri var ki, duet ortağını özünə seçəsən, sənə desinlər ki, tək davam eləsən daha yaxşıdır. Amma siz cütlük kimi
duet ortaqları kimi çox gözəl görünürsünüz. Gözə batmırsınız, Mən göz özümün oxşuyursunuz. inşallah növbəti verilişdə oxuyaram. Mən özümün tək ifalarım var. Mən uşaqlıqdan bizim böyük sənətkarımız Tacir müəllimə çox qulaq asmışam. Mən elə ifalarım olub ki, indi biraz toxanada stili dəyişmişik biz. Yəni başqa yanır oxuyuruq da Emin bəy. Amma elə bir ifalarım var ki, Tacir müəllimin ifasından mən seçmərsiz doğrudan da. Yəni inşallah növbəti oxuyaram. O zaman belə böyük danışırsan, ansamblla gələndə Böyük görək. məmnuniyyətlə, böyük məmnuniyyətlə. Valla biz elə həmişə canlı oxumuşuq Mehriban xanım. Bilirəm. Allah sizləri var eləsin, təşəkkürümü bildirirəm. Bir şey qalıb özümü günahkar sayıram. Mənim çox dəyərli dostum var. Səlyandan Tariyel qardaşım, yəni onu da salamlayıram buradan Tariyel. Salamlayıram. Tariyelgilin toyu yoxdur. Bəli. Tariyelgilin toyu yoxdur. Yox, Tariyelin toyu yoxdur, amma dostumdur, dəyərli oğlandır, Səlyandan. Allah hər zaman Səlyana ki, süst elə Tariyelin, yəni adı gələn kimi sizə yəni qulluq eləyə bilər, inanın ki. Bizi izləyən tamaşaçılara qucaq dolusu salamlar göndəririk. Sən elə varlığın bəsdir, ay Nişanə. Bizim dəyərli gənc şairimiz, bax, istədilər ki, bir vətənpərvər bir şeir səsləndirəsən. Vaxtımız da azalır. Bu arada iftarın vaxtına nə qədər qalıb, bilmirəm. Düşünürəm ki, yəqin ki, efirdən sonra açarıq. Amma gözəl bir musiqi səslənir. Əgər vətənpərvər bir şeirin varsa, var, bəli, var. Amma yüksək səslə. Çünki bunu bizim tamaşaçılarımız istəyir. Bir səsləndir. Yaxşı. Bircə dəqiqə üzr istəyirəm. Buradan müharibə dövründə məlum çox itkilər verdi. Çox evlərdə şəhid oldu. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizə rəhmət. Yaxınlarına səbir diləyirəm. Bəli, burada şəhid şeiri var. Bir ana və ananın qızının ikisinin dialoqunda yaranmış bir şeirdir. Onu səsləndirmək istəyirəm. Şəhid evi. Nə səsdir gələn yenə? Qızım bir dur bax hələ. Kimdir ölən küçədə? Nə nalə, ahdı belə. Ana çoxlu adam var. Bir də polis maşını, çiyini ulduzlu əmi, xəstəxana maşını. Bayraq var əllərində, həm də bizim bayraqdan. Bir də əyinlərində atam geyən paltardan, küçəmizə gəlirlər, vətən hayqıraraqdan. Yenə də o çiyinlərdə gələn qutu üstünə bayraq səriblər ana. Qərənfillər dənə-dənə. Nə danışırsan qızım? Ana vallah doğrudur. Yenə söndü bir ocaq, külü göyə sovrulur. Hansı ana görəsən yenə köksün dələcək, ata fəryad edəcək, oğul nəşi gələcək. Atan da zəng etməyir. Telefon lal kəsilib, qorxu gəlib sinəmə, canımdan hal çəkilib. Bizim küçədə axı hərbiçi bircə odur. Niyə axı küçədə səslənir onun adı? Yox, bircə bu olmasın. Ana, ana niyə əsirsən? Ana al biraz su iç. Ana, su istəyirsən? Təşəkkür edirəm, minnətdaram. Bir də Allah şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Sən bizi apardın haralara. Səsin indi açılır, bax. İndi bir dinlədiyimiz şeirləri belə ortam yaxşıdır da. Əslində ilk dəfədən bu qədər həyəcanlı olmaq lazım deyildi. Hünər, sənə təşəkkür edirik, gəldin. Amma istəyirəm ki, növbəti dəfə gəldiyin zaman kitabınla gələsən. Deyəsən ki, şeirlərimin kitabını çap eləmişəm. Bir kitab da sizin üçün hədiyyə gətirmişəm. Hə, əlbəttə, mənim gözüm üstə. Planımda var. İnşallah gələn dəfə gələndə bir kitabla gələrəm, mütləq. İnşallah. Təşəkkür edirik sənə, gəldiyin üçün, rəng qatdığın üçün. Gülüm, deyir gülüm, gülüm, gülüm. Gözəl gülüm, gülüm, kimdən sənə duet təklifi gəlsə qəbul eləyərsən? Yaxud da cümləni düz quraq, çox adam dəvət eləyər, qəbul edə bilərsən də, etməyə də bilərsən. Ramiz Saatlıdan sənə duet təklifi gəlsə, desə ki, Nişanənin bugünkü hərəkətlərindən sonra artıq ondan duet oxumaq istəmirəm. Duet oxumağı qəbul eləyərsən ya yox? Bir kəlmə, hə, yox, vaxtımız azdır, duetlə sağollaşacaq. Bu cavabdan sonra bilmirəm, indi Ramin tək oxuyacaq, yoxsa cüt oxuyacaq? Birdən-birə verdiniz bu sualı. Yəni,
bu barədə deyə bilmərəm bir söz, çünki inanmıram. Bir-birlərinə çox gözəl yaraşırlar. Nişanəni görməmiş olsaydın, Ramin sənə belə bir təkliflə gəlsəydi, qəbul edərdin ya yox? Cavab verə bilməyəcəm. O zaman sənə gəldiyin üçün təşəkkür edirik. Çox sağ olun. Cavabı da düşün, növbəti dəfə Raminlə gələcəksən, canlı-canlı duyet oxuyacaqsan. Nələr olacaq, nələr? Nişanə. Nişanə, sənə yol görünü var Nişanə. Ramin bəy ancaq dueti mənimlə oxuyur. Ver bakalım. Bəli, dəyərli izləyicilərimiz, gələn həftə eyni vaxtda, eyni saatda görüşmək ümidi ilə Emin, sənə təşəkkür edirəm. Gəldin, rənc qatdın. Sağ ol, var ol. Bəli. Üzü yağ yüzlü, dili bal sözlü, derdinden ölerem, ay kumar gözlü. Üzü ay yüzlüm, dili bal sözlüm, derdinden ölerem, ay kumar gözlüm. Sen həzinlər mən, sen sevgi şeirim, her sözüm mənam, en derin fikrim. Sen nazlı yarım, kalbi okşarım, en şirin günahım, bugünüm sabahım. Ölünce varsan benim eşkimde, eşkimde yarsan benim eşkimde. Aziz Allah'ım, güzel Allah'ım, seni yazmış bu deli kalbimde. Ölünce varsan benim eşkimde, eşkimde yarsan benim eşkimde. Aziz Allah'ım, güzel Allah'ım, seni yazmış bu deli kalbimde. Şirin arzumsan, nazlı nazlımsan, hayatta bir ömür mənə lazımsan. Şirin arzumsan, nazlı nazlımsan, hayatta bir ömür mənə lazımsan. Yaşamak sebebim, nefesim ruhum, gözümde nurum, sevincim hüzurum. Sevginle deliyem, ölerem sensiz, ayağına ölümün, gederem sensiz. Ölünce varsan benim eşkimde, eşkimde yarsan benim eşkimde. Aziz Allah'ım, güzel Allah'ım, seni yazmış bu deli kalbimde. Benim bu kalbim sana aittir, buna Allah'ım özü şahittir. Alnımın yazısı eşki çölümde, yazılmışsan bu deli kalbimde. Ölünce varsan benim eşkimde, eşkimde yarsan benim eşkimde. Aziz Allah'ım, güzel Allah'ım, seni yazmış bu deli kalbimde. Benim bu kalbim sana aittir, buna Allah'ım özü şahittir. Alnımın yazısı eşki çölümde, yazılmışsan bu deli kalbimde. Ölünce varsan benim eşkimde, eşkimde yarsan benim eşkimde. Aziz Allah'ım, güzel Allah'ım, seni yazmış bu deli kalbimde. Benim